İş yerində psixososial risklər hər il 840 min həyata son qoyur. Beynəlxalq Əmək Təşkilatının və BMT-nin yeni hesabatına görə uzun iş saatları, iş yerində qeyri-sabitlik, təzyiq və psixoloji zorakılıq əsas risk faktorları kimi göstərilir. Məlumata əsasən bu risklər daha çox ürək-damar xəstəlikləri və psixi pozuntularla əlaqələndirilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə isə depressiya və təşviş pozuntuları hər il təxminən 12 milyard iş gününün itirilməsinə səbəb olur. Araşdırmada qeyd olunur ki, işlə bağlı stres və qeyri-sağlam mühit dünya üzrə hər il 45 milyon il sağlam həyat etkisi yaradır. Avropada isə bu göstərici 1,43% təşkil edir. Ekspertlər bildirir ki, həftədə 55 saatdan çox işləmək insult riskini 35%, ürəyin işemik xəstəliklərdən ölüm riskini isə 17% artırır. Qlobal miqyasda isə işçilərin 35%-i həftədə 48 saatdan artıq çalışır. Hesabatda həmçinin qeyd edilir ki, iş yerində zorakılıq və təqib halları geniş yayılıb. Dünyada çalışan insanların 23%-i həyatında ən azı bir dəfə belə hallarla qarşılaşıb.